6 gündür fəaliyyətə başlayan və cəmi 10 məktəbi əhatə edən məktəbli avtobusları layihəsi sosial şəbəkələrdə çoxsaylı narazılıqlara səbəb olub. Valideynlər avtobusların aylıq qiymətlərinin baha olduğunu deyirlər. Çünki bir uşaq üçün qiymət aylıq 200-250 manat arasında dəyişir. Biz birinci xəbəri televizorda, saytlarda gördük. Yaxşı layihə idi əslində. Çünki demişlər ki, 100 manatdan başlayır qiymətlər. Biz də baxdıq, gördük ki, 250 manatdır. Mənim evimdə 2 uşaq var. Bu 2 uşağa təxminən ayda 500 manat pul edir. Elə ondansa mən bir taksi tutaram. Gündəlik 5 manat məktəbə, 5 manat da məktəbdən evə 10 manat, ayda təxminən 300 manat heç pul eləməz. Lap biraz artıq taksi pul yazsın, 300 manat eləyər. Elə 200 manatım qalar cibimdə də mənim. Qiymətlərə yenidən baxılması məncə daha məqsədə uyğundur. Mən çox istəyərdim ki, 100-150 manat civarında olsun bu qiymətlər ki, biz evladlarımızı rahatçılıqla yola sala bilək. Bəzən olur ki, taksi xidmətlərindən də baha başa gəlir bu bizə. Çünki adətən olur ki, taksini məsələn bir istiqamətdə vuranda hətta 3 manat, 4 manat civarında da yazır taksi qiymətləri. Ancaq avtobusun qiyməti ilə onun qiyməti çox baha gəlir, baha başa gəlir bizə. Xırdalan şəhərindən 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət 240 manat təşkil edir. Ay ərzində şagirdlərin ortalama dərsə 20 dəfə gəlib getdiklərini nəzərə alsaq, Xırdalan şəhərində yaşayan şagird üçün günlük 12 manat yol xərci deməkdir. Yasamalda qalan üçün isə günlük 8 manat 40 qəpik xərc yaranmış olacaq. Təhsil eksperti Elşən Qafarov deyir ki, bu layihə yalnız əhalinin məhdud qismini əhatə edir. Yəni pulu olan uşağını məktəbli avtobusu ilə yola salacaq, olmayan isə ictimai nəqliyyatla, taksi ilə ya da piyada. Ölkənin aparıcı məktəbləri hansı ki, orada daha çox imkanlı adamların övladları oxuyur. Və bu ona hesablanır ki, insanlar doğrudan da deyək ki, bir ayrıca maşın alırlar, bir də aylıq sürücülərə deyək ki, əmək haqqı verirlər. Onlar üçün nəzərdə tutmuş layihədir və yenə təkrar edirəm. Təkcə Bakıda 500 minə yaxın şagird oxuyur. Layihə isə nəzərdə tutulub 1200 şagirdə əhatə eləsin, hələ də göründüyü kimi o deyil. Yəni bir tamaşaçılarda və cəmiyyətdə elə bir təəssürat yaranmasın ki, gəlib zorla insanları deyəcəklər ki, sənin övdə sən 200-300 manat pul ödəginən ki, sən uşağın bu avtobusla gedəcək. Xeyr. Ekspert həmçinin onu da bildirdi ki, layihənin gələcəkdə digər dövlət məktəblərinə şamil olunması gözlənilmir. Bunun olması üçün isə bəzi dəyişikliklər olmalıdır. Dövlət məktəblərində təşkil oluna bilər. Beynəlxalq təcrübəyə uyğun olaraq bu şərtlə ki, dövlət məktəblərində publik hüquqi şəxsə çevirsinlər, özlərini idarə edə bilsinlər. Baxın, biz 2 ildir ölkədə 16 məktəbi publik hüquqi şəxsə çevrildiyini elan etmişik, amma bir addım belə atılmayıb. Ola bilər, gələcəkdə ola bilər, amma hal-hazırda biz yəni sistem olaraq, məktəblər olaraq, cəmiyyət olaraq hələ ona hazır deyilik. Qiymətlər barədə ətraflı məlumat öyrənmək üçün To School layihəsinin icraçıları ilə əlaqə saxlamağa çalışdıq. Lakin təəssüf ki, günün birinci yarısında açıqlama verəcəklərini bildirsələr də, ikinci yarısından sonra zənglərimizə cavab vermədilər. Şəbnəm Qurbansoy, Namiq Hüsiyev, Xəzər xəbər.